Salam qızlar, necəsiz? İnşallah yaxşı olarsınız. Mən də şükür yaxşıyam. Lucy səhər tezdən məni oyadıb. Onsuz hazırlaşmalıyam qızlar. Durub marketə getməliyəm. Marketə getmişdim. Çox şey daşıya bilmədim də, yəni az şey aldım. Elə əsas vacib. Yumurta götürdüm. Qarpız da götürəcəkdim, gözüm çatmadı. Nəysə, yemişə 3 manat pul vermişəm. Yemiş götürdüm. Soğuk sandviç hazırlayacağım dedim, belə bir çörək götürdüm. Biraz kahı götürdüm. Sonra yer götürdüm. Sol santrifə götürdüm. Belə bir dənə, bilmirəm qoxusu necə olacaq. Çox tez istifadə edirəm. Bir də sveş olsun deyənə toyuq sinəsi götürdüm. Sandviç üçün. Bir də göyərti götürdüm qızlar. Doğğa bişirəcəm deyə. Demək qızlar, gəldim evə axşam. Neyse yorğun idim deyə yatdım. Səhər olub. Necə yatmışamsa indi başladı o yorğunluqda. Saatimi çıxardı qoyum yerinə. Bilməmişəm ki, dünya, aləm və belə bir şey oldu qızlar. Qaranlıqda deyəni yaxşı görsənmir. Kremdən də qalıbdı. Demək qızlar, axşama qalıb işlərim. Çünki inanırsınız 3 gündür qripəm, sağala bilmirəm. Səhərdən qızdırma falan, dərman falan elədim. İşim qızlar 1 aydır yox idi. Yoldaşım, mən nişana getmişdim, xalamın oğlunun nişanına. Yoldaşım axşam qaydanda blokun altında görüb, gətirib evə. Gələndən də ancaq 2 gündür, 3 gündür gəlib, ancaq yatırır. Heç doğru dürüst yemək də yemir. İndi lampuşka şey olmuşdu, lampuşkanı dəyişdim. O birisi lampuşka nəsə qırılıb oradan, bilmirəm, nəsə partlayıb, evdə olmamışam, amma mən görməmişəm yəni. Ya gecə olub, bilmirəm, nəsə. İndi buraları tozla silməyə təmizləyib, çünki hər gün silərəm. Bir də yüngülvari təmizləyəcəm, bir də buraları sərgiyə salacağım. Axşam atamın yanına getdim. Çoxdan da atamı görməyə getmirəm. Gedim atamı göreyim, 1-2 gün də orada qalım, yayı başa verək belə. Demək qızlar, işlərim tam qurtarmayıb da. Kuxnada bir çişim qalıb hələ, belə. Demək qızlar, köhnə videolarımı izləyən varsa, yəni bu kafel belə deyildi də, belə idi. Dəyişdim, buranı belə elədim. Temudan aldığım, elə ki, kafel formasında yapışqanlar idi da. İstifadə edirəm. Hələ ki məmnunam yəni. Amma gərək çalışasan ki, bircə dəfə yapışdırasan da, yəni söküb təzədən yapışdıranda elə bir yapışqanlığı biraz itir. Tam itməsə də bir qalacağına itir. Belə şey, yəni razıyam. Yəni qəşəngdir, təmizliyi falan yaxşıdır. İndi atam gilə qalmağa gedəcəm deyə ümumiyyətlə evi təmiz saxlayıram. Prosto da indi çaynikimi falan boşaltdım, elədim. Paltaryanın ağzına açıq qoydum. Belə sərgəsiz deyildi. Zaten sərgəli balı falan xaladenikə mən qoymuram. Çünki donur eləyir. Belə. Amma indi qoyacağım xaladenikə. Pərdə, pəncərə açıqdır zaten. Hava çəkir, belə. Bəzi yerlərdə qara-qara nöqtələr var. Bu indi fikirləşirəm ki, amma yer üçün əlverişli olmaz məncə. İstəyirdim ki, bundan alım, yerə də yapışdırım.
İndi görək xalça alaram. Yuyulan kavravli kimi, nə bilim, ya burada alıb yapışdı. Bu araları nə ilə də təmizləsəm getmir. Sonra kafelərdə yedə qara-qara şeylər var, çatlar var, qırıqlar var. Elə bir ləkə kimi görsənir. Amma həqiqətən yəni gündə bəlkə də yəni 2 dəfə, yalan olmasın 3 dəfə silirəm. Çünki günün neçə saatı yəni kuxnada keçirdirəm də. Belə saatda görürsünüz ki 11-ə işləyib, yoldaşım hələ gəlməyib. Onun gəlməyini gözləyirəm. Belə buranı da dedim elə sileyim. Belə işim yoxdur, onsuz qurtar bitdi işim. Bir dənə koridorda yığışdıracağam. Belə.